Dedim niyə? Nə olub ki? Hə, bəs sənin qızın mənim qızımın başını muvalnika vurub yıxıldıb. Dedim kim? Elizabet. Dedi hə. Dedim yox, mənim xəbərim yoxdur. Mən. İndi dedim Elizabet gəlsin, soruşaram. Bax, Quran and olsun. Hə, Elizabet gələr, Elizabet gələr. Gələr, keçər qabağıma. Dedim, Elizabet, sən dünən benim iştirakçılıqda da olmuşsan. Yəni, o dava müəllimələr var, söhbətə həll edir. Hə, mama. Deyirəm, mənə niyə deməmişsən? Deyəcəkdim. Qorxur axı məndən. Deyəcəkdim. Hə, nə olmuşdu ki? Bəs eşitmişəm ki, bəs şey eləmişsən. Uşu qızı vurmuşsan, başı deyib umvalnika. O momentdə arvad mənə deyən ki, al sözün, al yəqin deyir, bilmədən eləyib. Arvad deyir. O qız kimin başı deyib ha? Yəqin deyir, bilmədən. O momentdə Elizabeth belə, yox, mən deyir, neyniyim deyir. Mən deyir, bilə-bilə itələnmişəm deyir, sənin qızıvı. Elizabeth deyir. Çünki deyir, sənin qızın deyir, məni itələdi. Məni itələdi. Mən deyir, yerə yıxıldım. Amma mən onu itələyəndə, mən deyir, nə bilim, orada umuvalnik var idi. Getdi başı umuvalnika deydi. Bahar bir dənə, yanımda da Bahar Türk var idi. Bahar bir dənə başladı gülməyə. Deyir, ayalım nə qədər şeydi, qızdı, düz qızdı. Burama üzünə. Deyir, mən neyiniyim? Deyir, sənin qızın deyir, birinci məni itələdi, mən yıxıldım yerə. Amma deyir, mən qızı itələyəndə, mən nə bilim, onun başı gibi umuvalnika deyəcək. Yox, deyir, mən deyir, bilmişəm deyir, itələmişəm ona. Burama üzünə, arada